Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə dəyişkənlik mövzusundan, genetikadan dəyişkənlik olan bölmədən danışmaq istəyirəm. Öncəliklə onu qeyd edirəm ki, bu bölməni 10-cu sinifin əvvəlində olan səhifəsini qeyd edeyim, səhifə 54-də və 10-cu sinifin axırında səhifə 175-də verilmiş paraqraflardan oxuyacağıq. 54-də verilən bir bölmədir. Deməli, burada danışacağıq nədən? Canlılarda baş verən mövsümi dəyişkənliklə və fotoperiodizm. Fotoperiodizm nə idi? Canlıların günün uzunluğuna verdikləri cavab reaksiyası idi. Buna görə də biz bölürdük bitkiləri uzun günlü, bir də qısa günlü bitkiləri. Burada demək fəsillərlə bağlı yaz, yay, payız və qışda baş verən dəyişikliklər var. Məncə bu haqda hər birimizin kifayət qədər məlumatımız var. Amma yenə də üzərindən bir dənə göz gəzdirməyiniz tövsiyə olunur. Məsələn, yazda şirə hərəkəti başlayır, yarpaq və çiçək açırdı, fındıq, qızılağac, söyüd. Bunlar yarpaqlamamış çiçək açır, sual şəklində düşə bilər. Köçəri quşlar gəlir, həşəratlar görünür, quşlar yuva qurmağa başlayırdılar. Yayda artıq istilərlə əlaqədar böyümə prosesləri zəifləyirdi. Əksər quşlarda bala vermə prosesi dayanırdı. Yayın ikinci yarısında meyvə və toxumlarda ehtiyat qida maddələri toplanırdı. Bu yayda baş verənlər. Payızda nə olurdu? Artıq meyvələr yetişir. Xəzən baş verirdi. Cücülərin sayı artıq azalırdı, çünki soyuqlar gəlirdi. Qış tumurcuqları yaranır, meyvə toxumları yetişirdi, köçəri quşlar uçub gedirdi. Deməli, köçəri quşlar yazda gəlir, payızda isə uçub gedirdilər. Qışda nə olurdu? Əksər canlılarda maddənin mübadiləsi zəifləyir, soyuqqanlılarda daha çox özünü biruzə verirdi. Qış sükunəti başlayır, bir də fizioloji sakitlik dövrü yaranırdı. Bu hissədə diqqət yetirəcəyimiz bitkilərdə qışa hazırlıq zamanı maddənin mübadiləsi aşağı düşür. O zaman bunlar bitkilərdə deməli ehtiyat halında toplanan yağlar və karbohidratlardan istifadə edirlər. Əgər 1 illik bitkidirsə meyvə və toxumlarında ehtiyat maddələr toplanır. 2 illik və çox illiklərdə isə şəkil dəyişmələrdə kök yumsov, gövdə yumrusu, soğanaqlarda ehtiyat qida maddələri toplanırdı. Buna görə də ot bitkiləri toxum, 2 illik ot bitkiləri 1-ci ili əsasən meyvə köklər, çox illik ot, kol, ağaclar isə özünə məxsus vegetativ və generativ orqanları şəklində qışlayırdılar. Həmçinin bitkilərdə soyuqla mübarizədə onlarda suyun miqdarını azaldır ki, donmasın, şəkərin miqdarını artırmış olurdu. Soyuqqanlı heyvanlarda qışa hazırlıq, qışlama prosesi necə gedirdi? Həşəratlarda, məsələn, hüceyrələrində gliserin, yəni spirtin qatılığı artır ki, onlar donmurdular. Suda burada yaşayanlar, sürünənlər, bunlar da qarışıq qan olduğuna görə soyuqqanlı canlılardılar. Və bunlar fəaliyyətlərini dayandırırdılar, anabioz vəziyyətə keçirdirlər. Yəni, qışı anabiyozda həyatın geriyə dönə bilən formasında keçirdirdilər. Bu da demək heyvanlardaydı, soyuqla mübarizədə. İsti ilə mübarizə, isti qanlılarda daha doğrusu qışa hazırlıq necə olurdu? Quşlarda qışı keçirtmək üçün lələk örtüyü qalınlaşırdı və rəng də dəyişə bilirdilər. Həmçinin miqrasiya həyata keçirdirdilər. Məməlilərdə tük örtüyü qalınlaşır, tüləmə deyirdilər. Bəzi canlılarda, məməlilərdən ayı, porsuq, yarasalarda qida çatışmazlığı əlaqədar qış yuxusuna gedirdilər. Amma suya olan tələbatını ödəmək üçün və yaxud da ödəyə bilmədikdə yay yuxusuna gedirdilər. Bu da yayda su çatışmazlığından. Deməli, qışda qida çatışmazlığından, yayda isə su çatışmazlığından bunlar qış və yaxud da yay yuxularına gedə bilirdilər. Fotoperiodizmdə dedik, günün uzunluğuna qarşı olan cavab reaksiyasıdır. Əgər yazda çiçək açanlar yaz və yaxud da yayda çiçək açırdısa, bunlar uzun günlü olurdular. Payızda çiçəkləyənlər isə qısa günlü bitkilər idilər. Qısa günlülər mürəkkəb çiçəklər fəsiləsindən, bir də zambaqlar fəsiləsinə aid olan bitkilər idilər. Belə, sonra keçək demək, modifikasiya dəyişkənliyi nədir? Modifikasiya dəyişkənliyi ümumiyyətlə dəyişkənlik orqanizmdə yeni əlamətlər qazanmaq xüsusiyyətinə deyilir. Bunlar da 2 yerə bölünür. Qeyri-irsi modifikasiya və yaxud da irsi dəyişkənliyimiz var idi. Bunlar özləri də 3 yerə bölünəcək. Kombinativ dəyişkənlik, korrelyativ dəyişkənlik, bir də mutasiya dəyişkənliyi.
Qeyri-irsi və yaxud da modifikasiya dəyişkənliyi dedikdə bu genlərə təsir etmir, amma fenotipcə özünü büruzə verən əlamətlər idi. Həmçinin bunların üzə çıxmasında genlərin rolu var idi. Məsələn, mühit şəraiti dəyişəndə baxırlar ki, ada dovşanlarında qulaqlar, burun, əlləri, ayaqları qara rəngdədir. Yəni, bədənin üşüyən yerləri qara rəngli tüklər əmələ gətirir. Buna görə də onun belinə buz bağlayırdılar və həmin hissədən qara rəngli tüklərin əmələ gəlməsinə nail olurdular. Bu o deməkdir ki, bədənin üşüyən yerləri, məsələn, əgər belinə də buz bağlayıb üşütsək, həmin hissədən də qara rəngli tüklər əmələ gələ bilər. Və yaxud da kələm bitkisi, ağbaş kələm isti ölkələrdə əkilərsə baş əmələ gətirmir, amma soyuq ölkələrdə sanki bitki bükülür soyuqdan və baş bağlayırdılar. Bu modifikasiya dəyişkənliyi adlanırdı. Fenotipcə fərqli formaların əmələ gəlməsi idi. Bunlar genotipi dəyişmirdi, amma genotipin nəzarəti altında özünü büruzə verirdi. Modifikasiya dəyişkənliyinin hüdudlarına deyirik ki, reaksiya norması. Reaksiya norması iki cür olur. Kəmiyyət və keyfiyyətlə bağlı. Əgər kəmiyyətlə bağlıdırsa, geniş reaksiya normasıdır. Keyfiyyətlə bağlıdırsa, dar reaksiya norması adlanır. Dar o deməkdir ki, biz onu çox da dəyişə bilmirik və yaxud da bəzən heç dəyişmir. Amma geniş isə bir qədər dəyişmək olur. Yəni, bu da yenə çox dəyişmək demək deyildir. Tutaq ki, südün yağlılığı yemin miqdarını artırmaqla südün yağlılığını əldə eləmək olmaz. Bu dar reaksiya normasıdır. Amma yemin miqdarını artırmaqla südün miqdarını da artırmaq olar. Bu olacaq nisbətən geniş reaksiya norması idi. Və yaxud da heyvanlarda tük rəngi dar reaksiya normasıdır. Saçıma sarı rəng qoyuram, dibindən qara çıxır. Nə qədər sarı rəng qoysam da dibindən qara rəng çıxır da, düzdürmü? Deməli, tükün rənginin dəyişməsi dar reaksiya normasıdır. Bu da məsələn, geniş bir də dar. Başqa nəyi deyə bilərəm? Məsələn, bitkilərdə vegetativ orqanlar geniş reaksiya norması göstərir. Tutaq ki, bir bitkinin dibini torpaqlasaq, oradan əlavə yan köklər əmələ gələr, zoğlar əmələ gələ bilərdi. Bu, geniş reaksiya normasıdır. Amma bir bitkidən nə qədər qulluq eləsək də ləçəklərin sayını dəyişə bilmərik. Əsas kökü bir dənədir, 2 dənə əsas kök əmələ gətirə bilmərik. Bunlar olacaq dar reaksiya norması. Və modifikasiya dəyişkənliyi norma daxilində variasiya sırasını əmələ gətirir. Əgər mühit şəraiti dəyişkən deyilsə, təxminən stabildirsə, o zaman reaksiya norması, variasiya sırası qısa olacaq. Əgər mühit şəraiti çox dəyişkəndirsə, hər ölçüdə əlamətə rast gəlinirsə, o zaman variasiya sırası da uzun olacaq. Variasiya sırası genişliyi həmçinin genotipdən də asılıdır. Məsələn, kəpənəyin verilmiş qanad uzunluğu əlamətinin orta qiymətini necə hesablayırdıq? 3 dənə kəpənəyin qanad uzunluğu 3 sm-dir. 7 dənə kəpənəyin qanad uzunluğu 4 sm-dir. 15 dənə kəpənəyin qanad uzunluğu 5 sm-dir və s. Bu şəkildə deməli müəyyən sayda kəpənəklər və onların qanad uzunluqları qeyd olub. Hesablama qaydasını necə aparırdıq? Ümumiyyətlə, əlamətin orta qiymətini hesablamaq üçün n bərabərdir epsilon v vur p bölünsün n. Epsilon cəm işarəsidir, yəni vurduqca topla deməkdir. Yəni, 3 vurulsun 3 üstə gəlinsin, 7 vurulsun 4 üstə gəlinsin, 15 vurulsun 5 üstə gəlinsin, 25 vur 6. Yəni, bax, aşağıdaşları yuxarıdaşlara vururam. Üstə gəlinsin digərləri bölünsün. Aşağıda verilənlər kəpənəklərin saylarıdır. 7 üstə gəl, 3-ü yedim. 3 üstə gəl, 7 üstə gəl, 15 üstə gəl, 25 və s. Yəni, vurub topladıqlarımızı aşağıda verilmiş kəpənəklərin sayına bölürük. Düsturumuzda da deməli M orta qiymət, P variantların rast gəlmə tezliyi, V variantdır, epsilon cəm işarəsidir, N isə variantların ümumi miqdarı bulmuş olacaq. Həmçinin modifikasiya dəyişkənliyi xüsusiyyətlərinə baxsaq, genotipi dəyişmir, irsən ötürülmür, çünki mühitin təsirindən yaranmışdır.
Növlərin uyğunlaşmasını təmin edir, tədricən baş verir, növü qoruyub saxlayır və qrup xarakterlidir. Bunlar tədricən baş verilən mutasiyalar isə bunlar daha sürətli baş vermiş olurdular. Belə, sonra demək mutasiya dəyişkənliyi nədir? Mutasiya irsi dəyişkənliyi formasından biridir və Darwin mutasiya ümumiyyətlə irsi dəyişkənliyi qeyri-müəyyən dəyişkənliyi adlandırmışdır. Yəni o xaricdən görünmürdü deyə, müşahidə olunmurdu deyə qeyd eləyirdi. Genotipi dəyişdirən dəyişkənlik irsi dəyişkənlikdir. Bunun da mutasiya, kombinativ və korrelativ deyə 3 formasını öyrənirik. Mutasiyalar nədir? Mutasiya, deməli, Hugo Tefris tərəfindən mutasiya anlayışı elmə daxil edilmişdir. Enotera, yəni eşək qulağı bitkisində yarpaqlarının əlamətlərinə baxmış, bir-birindən kəskin fərqlənən formaların olduğunu görmüşdür. Və o bunları adlandırmışdır mutasiya. Amma Frizin fikrincə mutasiyalar kəskin sıçrayışlarla meydana çıxmalı idi. Necə ki, deyirdik, modifikasiyalar tədricən baş verir, mutasiyalar kəskin sıçrayışla meydana çıxır. Amma sonradan məlum oldu ki, yavaş sürətlə gedən mutasiyalar var idi. Yəni, mutasiyalar irsi dəyişkənlik olduğuna görə bu zaman əmələ gələn əlamətlər nəsildən nəslə ötürülə bilir. Bəzi canlılar var ki, onlar mutasiyalardan əldə olunublar. Məsələn, qısa ayaqlı ankon və yaxud da qısa ayaqlı qoyun cinsi idi ankon, qısa ayaqlı it cinsi olacaq taksa, yumurtavari yarpaqları olan çiyələk, sallaq və piramida şəkilli çətirləri olan ağaclar. Bunların adını bir də seleksiyada görmüsünüz ki, bunlar da mutasiya nəticəsində alınanlar idilər. Mutasiya deməli genotiplərdə xarici və daxili mühit amillərinin təsiri ilə yaranırdı. Mutasiyaların əksəriyyəti zərərli olur, amma neytral mutasiyalar da var. Bir də faydalı mutasiyalar da var idi. Əgər resessiv mutasiyalardırlarsa, bunlar adətən zərərli mutasiyalar hesab olunur. Mutasiyaların özünün də 3 forması var. Xromosom, genom, bir də gen mutasiyası. Xromosom mutasiyası xromosomun quruluşudur. Genom mutasiyası xromosomun sayı ilə bağlı dəyişkənlikdir. Gen mutasiyaları dediyimizdə DNT-nin quruluşunun dəyişməsidir. Gen və yaxud da bunun digər adı nöqtəvi mutasiyalar gedir. DNT-nin quruluşunun dəyişməsi ilə özünü biruzə verirdi. Burada öyrənəcəyik xromosom mutasiyaları. Xromosomun quruluşu dəyişir. Yəni onların sayı deyil, quruluşu, forması dəyişirdi. Xromosom mutasiyasını biz 4 formasını öyrənirdik. Sahənin ikiləşməsi, sahənin çatışmazlığı, sahənin 180 dərəcə çevrilməsi, bir də qeyri-homoloji xromosomlarda yer dəyişmə eləməsi. Məsələn, A, B, C, Ç, D, Y kimi xromosomlar üzərində genləri işarə eləyiblər. Və əgər C-də 2 dənə görürük, hər hansı birində də eləyə bilərsiniz. Tutaq ki, A-da eləyirsiniz, 2 dənə A var. A, B, C, C deyil. Əgər hər hansı bir sahədən 2 dənə yazıbsa, sahənin ikiləşməsidir. Məsələn, burada D-ni itirib. D-ni itiribsə, sahənin çatışmazlığı deməkdir. Ç ilə C-nin yerini dəyişib, hər hansı birinin yerini dəyişə bilərsiniz bu arada. Bu olacaq sahənin 180 dərəcə çevrilməsi. Bir də qeyri-homoloji xromosomlarda yer dəyişmə eləməsi. Məsələn, A, B, C, Ç kimi üzərində genlər var idi. MK genləri başqa bir xromosomdan gəlib. Və yaxud da A, B, C, Ç yazıram. Bir də bunun ayağına 1, 2, 3 yazıram. Yəni bir tərəfini hərflərlə verirəm, bir tərəfini rəqəmlərlə verirəm. Bunlar bir-birlərinə qeyri-homoloji sahələr olur. Bu, xromosom mutasiyasının formaları idi. Genom mutasiyaları nədir? Genom mutasiyalar xromosomun sayı ilə bağlı olan dəyişikliklərdirlər. Bunların 2 forması var. Aneuploidiya və poliploidiya idi. Aneuploidiya xromosom sayının bir neçə vahid artması və ya azalmasıdır. Dənə ilə artma, azalmadan gedir söhbət. Məsələn, Down, Edward, sonra Turner, Şeşevski-Turner, Klinefelter, sonra Patau, məsələn burada yazaq, Patau. Bunlar aneuploidiyaya misaldılar. Çünki bunların hər birində xromosom bir vahid azdır və yaxud da çoxdur kimi.
dənə ilə olan dəyişikliklərdir. Xromosomların dəfə ilə dəyişməsi poliploidiyadır. Bunu görmüsünüz. Karpetchenko metodunda görmüsünüz. Hüceyrə mühəndisliyində görmüsünüz. Bu poliploid isə xromosom sayının dəfələrlə artmasıdır. Ən azı 3N olmalıdır ki, biz bu canlıya poliploid deyək. Çünki N, 2N canlılarda normal xromosom dəstlərdilər. 3N artıq xromosom dəstinin artması deməkdir. Bu da demək poliploidi oldu. Gen mutasiyaları nədir? Nöqtəvi mutasiyalar adlanır. DNT-nin quruluşunun dəyişməsi, nukleotidlərin ardıcıllığının dəyişməsi və yaxud da nukleotidlərin düşməsidir. Bu zaman həmin o genin DNT üzərindəki gendən zulal sintezi pozulur, yəni amin turşu ardıcıllığı pozulur. Ya RNT və yaxud da zulal əmələ gəlmir və yaxud da əmələ gəlirsə də bu artıq mutasiyaya uğramış gen və yaxud da zulal olurdu. Yəni başqa bir zulalın sintezinə də səbəb ola bilərdir. Təzahür formasına görə mutasiyaların dominant bir də resessiv formaları var. Baş verdiyi hüceyrəyə görə isə cinsi bir də somatik hüceyrələr var. Somatik mutasiyalar somatik hüceyrələrdə olur və cinsi çoxalma zamanı nəslə ötürülmür. Vegetativ yolla çoxalma, bitkilərdə falan vegetativ yolla çoxalmada nəslə ötürülə bilər. Bir də heyvanlarda, məsələn hidralarda tumurcuqlanma zamanı nəslə ötürülə bilər. Planaridə fragmentasiya. Yəni onu kəsdik, hissə-hissə, hər bir hissəsindən yeni bir canlı yaranır. Bu fragmentasiyadır. Bu zamanda mutasiya, somatik mutasiya nəslə ötürülə bilər. Mutasiyaları eksperimental yollarla almaq mümkündürmü? Bəli, məsələn, hazırda deyir mutasiyaların tezliyini 150 dəfə artırmaq mümkündür. Rentgen, iyonlaşdırıcı şüalar, temperatur və s. qaz rejimi bunları dəyişməklə mutasiyaların tezliyini, sürətini artırmaq olar. Kombinativ və korrelyativ dəyişkənlik nədir? Kombinativ dəyişkənlik adı üzərində kombin, yeni bir kombinin yaranması. Valideynlərdən seçilmiş xromosomların kombinlərinin, təsadüfi kombinlərinin yaranmasıdır. Məsələn, deyir sizə bu kofta ilə bu şalvarı kombin eləyirəm. Və yaxud deyirəm, yox, bu kofta ilə yox, o biri kofta ilə bu şalvarı kombin eləyirəm. Yəni, istədiyiniz şəkildə dəstləşdirə bilirsiniz, bu zaman yeni kombinasiyalar yaranır. Burada da belədir. Yəni, bu bir mutasiya forması deyil, dəyişkənlik formasıdır. Cinsi çoxalma zamanı genlərin, xromosomların yeni kombinasiyaları yaranır ki, bu da həmin orqanizmlərə yeni əlamətlər və xassələr qazandırır. Kombinativ dəyişkənliyə səbəb olanlar nədir? Meyozun birinci profazasında homoloji xromosomlarda crossover, cins sahə mübadiləsi idi. Bölünmə zamanı xromosomların təsadüfi olaraq qütblərə çəkilməsi və maylama zamanı qametlərin təsadüfi birləşməsi. Bunlar kombinativ dəyişkənliyə səbəb olan faktorlar idilər. Məsələn, deyir, kombinativ dəyişkənlik o qədər insan genlərində, insan xromosomlarda gen sahələri zəngindir ki, bunlar sonsuz sayda genotip və fenotip yarada bilir. Əgər düşünsək ki, əgər xromosomumuzda bir gen var, o zaman 2/23 fenotip, 3/23 genotip olmuş olardı. Yəni, bunlar da təbii seçmək üçün bir tükənməz, sonsuz material verir. Belə deyim də, Allahın hələ ehtiyatda daha çox sayda fenotip, genotipi var. O qədər genlər çoxdular ki, onların da yeni kombinlərini məhz bu şəkildə əldə etmək olar. Korrelyativ dəyişkənlik nədir? Bəs korrelyativ və yaxud da nisbətli dəyişkənlikdir. Bu, bir gen bir neçə əlamətə təsir edir. Məsələn, burada nümunədə deyir ki, Darwin tükləri seyrək olan itlərdə gördü ki, dişi də zəifdir. Deməli, itin tükünü tökən gen onun dişini də zəiflədirdi. Və yaxud da ayağında lələk olan göyərçinlərdə barmaq aralarında üzmə pərdələri var idi. Məsələn, biz bunu seleksiyada turman və tovuz quşu göyərçinlərində görmüş olduq. Amma bunun səbəbini izah edə bilməmişdi Darwin. Və demək belə oldu ki, bir gen bir neçə əlamətə təsir edir.
Ümumiyyətlə bir neçə gen də bir əlamətə təsir edə bilər. Bunu irəliləyən dərslərdə deyəcəm. Burada isə bilməli olduğumuz nədir? Bir gen bir neçə əlamətə təsir edir. Və ya da açıqlıq sahib quşlarında var idi. Onların ayaqlarını uzadan gen boğazlarını da uzadırdı. Ki onlar həmin o sürətli qaçmağa, həm də özlərini yırtıcılardan qorumağa kömək eləyirdilər. Və demək, bir digər paraqrafımızda dedik ki, həmin bu bölməyə aid olan xəstəliklərdən danışacağım hissə buradır. Demək, genetikanın, insan genetikası bir də tibb elmi. Burada lazım olan hissələrdəyim, video çox uzanmasını istəmirəm. Genetik qüsurlarla deyir, minlərlə xəstəliklər yaranır. Bunların da təzahür formasına görə dominant bir də resessiv olaraq bölürük. Dominantlarda, məsələn, autosom dominantlardan Marfan sindromu, polidaktiliya, bir də ağ çəng yaza bilərsiniz. Ağ çəng geni var idi 9-cu sinifdə, saçında ağ xal kimi. Sonra gözün buynuz qışasının degenerasiyasını yaza bilərsiniz. Autosom dominant tiplidirlər. Autosom resessiv tiplilər, albinizm, fenilketonuriya. Başqa yaza bilərsiniz, lalkarlıq. Sonra talasemiya. Sonra albinizm, fenilketonuriya, trizonemiya. Sonra da deyə bilərdik, şizofreniya. Sonra bunlarda autosom resessiv yolla keçən xəstə. Şəkərə meyillilik. Şəkərə meyillilik. Bunlar da autosom resessiv keçən xəstəliklərdir. Cinsiyyətlə ilişikli olan xəstəliklər hansılardır? Məsələn, X-la keçən xəstəliklər olacaq hemofiliya, daltonizm, əzələ atrofiyası. Bir də X-la keçən əlamət var idi pişiklərdə tükün rəngi. Y-la keçən xəstəliklər hansılar idi? Bitişik barmaq, sonra tüklü qulağın olması, tüklü qulaq. Bir də balıq kimi, balıq pullu dərinin olması. Bunlar da cinsi xromosomlarla keçənlərdirlər. Bayaqları xromosom mutasiyalarını izah elədik və orada dedik ki, xromosom mutasiyalarının 4 forması var idi. Sahənin kiləşməsi, sahənin çatışmazlığı, sahənin 180 dərəcə çevrilməsi, bir də qeyri-homoloji xromosomlarda yer dəyişmə eləməsi. Bunlar olurdu demək, xromosom mutasiyasının formaları. Bir də xromosom mutasiyasından yaranan xəstəliklər desək hansılar idi? Məsələn, bax, burada deyir ki, 5-ci cüt xromosomun bir sahəsinin itməsi. 5-ci cüt xromosomun bir sahəsi itibsə, əmələ gətirəcək lejen və yaxud da pişik çığırtısı. Həmçinin 180 dərəcə çevrilməsi, bu da leykoz. Deməli, bunların hər biri xromosom mutasiyalarını birinci sahənin itməsindən, digəri isə sahənin çevrilməsindən yaranan lejen sindromu xəstəlikləridir. Genom mutasiyaları dedik, sayla bağlı olanlar idilər. Məsələn, autosom trisomiyalara aid idi Down, 21-ci cüt xromosomun bir vahid artıq olması, Patau, 13-cü cüt xromosomun bir vahid artıqlığı, Edwards, 18-ci cütün bir vahid artıqlığı. Bunlar autosom trisomiyalardır. Yazıb ki, bunlar trisomiyadır. Qabaq yazına autosom. Qabağına yazaq. Bir də cinsi trisomiyalar var, cinsi monosomiyalar var. Turner sindromuna yazırıq monosomiya, yəni bunlarda bir vahid azdır. Klinefelter sindromuna yazırıq cinsi trisomiya. Deməli, autosom monosomiya deyə bir xəstəlik letal olar, bu öldürücü olar. Məsələn, 44 autosom xromosomu var, 43 olması mümkün deyil. Bu öldürücü olar. Amma cinsilərdən bir vahid az və yaxud da bir vahid çox ola bilər. Burada da diqqət edəcəyiniz, məsələn, X 0 deyə canlı ola bilər, Y 0 deyə canlı ola bilməz. Bu öldürücü, letal mutasiyaydı.
Down sindromu dedik 21-ci cütün artığıdır. Burada demək əsas imtahanlara düşə biləcək nədir? İstər abituriyent, istər müəllimlərin imtahanlarına. Məsələn, şəklin özünü verər, baba bu hissəni, xromosom şəklini və görürük ki, 21-ci cütdədir artıqlığı və deyər ki, verilmiş xromosom cütünə əsasən yaranan xəstəliyin əlamətlərini seçin. Down'dur, Down 21-ci cütdədir. 21-ci cüt isə autosom xromosom artıqlığı var. O zaman 45 üstəgəlinsin. Əgər qız yazıramsa XX, 45 üstəgəlinsin XY-də Down sindromlu oğlan olacaq. Əlamətlər nədir? Sifətləri yastıdır, göz yarğı daldır, qolları qısaydı, boyu balacaydı. Kəmağıl olurlar. 9-cu sinifdə də yazmışdı ki, ovucularında meymun ovucuna bənzər büküşləri var idi. Mongoloid, irqinə bənzər olur üz cizgiləri. Həmçinin bunların ayaq baş barmaqları digərlərindən aralıda yerləşirdi, meymun barmaqları kimi. Bunlar da demək Down sindromunun əlamətləri idi. Və autosom trisomiyalara aid idi. Yəni bunun xromosomları autosomlarda artıq idi. Autosom monosomiya, Şerşevski-Terner sindromunu deyirdik. Burada 1x-i yoxdur. O zaman yazırıq 44 autosomu var və x 0. 0 ona görə yazıram ki, yəni bunun yanında digər cinsi xromosomu yoxdur deyə. Tək x-a malik olduqlarına görə bunlar cinsiyyətcə qadın doğulurlar, amma cinsiyyət vəzləri zəif inkişaf edir. Estrogen hormonun müalicəsi gördükdə bunlarda aybaşı kimi hallar ikinci cinsi yetişkənliklər müşahidə olunur əlamətlərdən. Amma yəni nəsil vermə qabiliyyətləri olmur. Qulaq əzələləri, deməli, qulaqdan çiyinə doğru pərdə genişlənmiş vəziyyətdə olurdu. Bir də qulaqları normadan aşağı yerləşir. Şerşevski-Terner sindromlu qadınlar X ilə ilişik keçən xəstəliklərə görə daşıyıcı ola bilmirlər. Ya xəstə olarlar, ya sağlam. Məsələn, Terner sindromlu hemofiliya xəstəsi yazmaq istəsəm, 44 üstəgəlsin X üstündə kiçik H 0. Və yaxud da daltonik yazmaq istəsəm, 44 autosomu var, bir dənə X-i var idi, o da kiçik D 0. Yəni bunlarda ya sağlam, ya xəstə olurlar. 2 dənə X-ləri olmadığına görə daşıyıcı genotipdə ola bilmirlər. Mütləq diqqət yetirin həmin bu xromosom xəritəsinin üzərində. Bunda sonuncu cinsidir də 23-cü cütümüzdür. Deməli, bu 23-cü cütün. 23-cü cütün xəstəliyidir. Verilmiş şəkil üzərindən onu deyil. Patau sindromu deməli 13-cü cütün xəstəliyidir. O zaman bu autosomdur. Autosomlarda artıq varsa 45 üstəgəlsin XX qız, 45 üstəgəlsin XY-də Patau sindromlu oğlan olacaq. Ən çox imtahanlara düşənlər nədir? Xəstəliyin əlamətidir. Göz almasındadır. Burada diqqət edin. İrəliləyən hissədə sizə göz billurunda yaranan qüsuru deyəcəm. Kəllənin, beyin, üst şöbəsinin qüsurları, ürək kamerasının arasında qüsurlar, böyrək, bağırsaq və daxili cinsiyyət üzvlərinin çatışmazlığıdır. Letal mutasiyadır. Letal ölümcül deməkdir. 1 ildən çox yaşamırlar. Və şəkilə diqqət eləsəz, 13-cü cütündə lap gördünüz, bilmirsiniz, sayın 1, 2, 3, 4, 5, bu cür saysaz gəlib bura çatanda 13-cü cütdə olacaq. Xromosomun bir vahid artıqlığı deməkdir. Bu xəstəliklərdən başqa nəyi demək istəyirəm sizə? Məsələn, Patau sindromlu insanın somatik hüceyrəsinin anafaza mərhələsində bir xromosoma oxşayan neçə dənə xromosom saymaq olar? Patau sindromlu insanın 13-cü cütündə 3 dənə xromosom var. Anafaza mərhələsində artıb olacaq 6 dənə, çünki anafazada hər şey 2 dəfə artırdı. Bir xromosoma oxşayan 5 dənə xromosom var. Baxın, biri bu xəttin üstünə düşdü, buradan çəkək. Yəni, desək ki, Down sindromlu insanın somatik hüceyrəsinin anafaza mərhələsində 21-ci cütündə bir xromosoma oxşayan neçə dənə xromosom olar? Onda da 5 dənə olacaq. Çünki 21-ci cütündə 3 dənə xromosom var. Anafazada artıb olacaqdı 6 dənə xromosom. Bunun bir dənəsinə oxşayan 5 dənə xromosom saymaq olar. Və yaxud da necə düşə bilər? Məsələn,
Pataunun autosom xromosomu, yəni 45. Üstə gəlsin Klinefelter sindromlunun cinsi xromosomu, yəni 3 dənə o cinsi trisomiyaydı. Cəmi burada neçə xromosom saymaq olar? Tutaq ki, 48. Birinə A deyər, birinə B deyər. A üstə gəlsin B-nin cəmi nə qədər olar? Bu şəkildə suallar gələ bilər. Və demək, bu hissədə nədən danışırdıq? Məsələn, talisemiya xəstəsindən danışır ki, fenotip cüzə çıxma halları baş verir. Bu da qohum nicahlarından əsasən alınırdı. Adətən ölü uşaqlar doğulurdu. Bu ölü uşaqların doğulma ehtimallarını da 2 dəfə artırırdı. Talisemiya da bu arada autosom xromosomlarda keçən resessiv xəstəlikdir. Hamiləlik dövründə doğulacaq dölün hər hansı bir mutasiyaya malik olub olmadığını necə yoxlamaq olar? Onun döl ətrafı mayeəsindən biokimyəvi və sitogenetik müayinə aparılır. Amniosintez deyilir. Amniosintez nədir? Həmin o mayədən götürülür. Bu mayenin içərisində nə vardı? Ana bətnində bilirsiniz də, uşaq bir döl ətrafında maye olur. Onun içərisində olurdu. Uşağın qopmuş dəri hüceyrələri ola bilər, tük hüceyrəsi ola bilər. Həmin o hüceyrələrdə xromosomları saymaqla onlarda hansı xəstəliyin, tutaq ki, 21-ci cütündə sayıb görür artığı varsa, doğulacaq uşaq Downdur və yaxud da 13-cü cütündə artığı varsa, Patau sindromudur və s. Bu şəkildə həmin o xəstəlikləri öncədən müəyyən etmək olur. Həmçinin, irsi xəstəliklərin yaranma riski mutagen faktorlarla bağlıdır. Məsələn, kimyəvi dərmanlar, adi bu getdiyiniz UZI, ultrasəs müayinə falan, elektromaqnit dəyişkənlikləri, viruslar, peyvəndlər, zəhərli kimyəvi maddələr, bunlar da mutasiyaların tezliyini artırmış olur. Bir də alimlər hesablayıblar ki, bax bu şəkildə şualanma falan bunlardan qorunmasaq, mutasiyalar süni sürətdə 0,5% radiasiya hesabına gen daşıyıcıları, xəstə gen daşıyıcıları ola bilərlər. Gen xəstəlikləri nədir? Gen xəstəlikləri və yaxud da nöqtəvi mutasiyalarda deyildik. İnsanlarda 400-dən çox gen xəstəliyi öyrənib. Bunun elə məhz 100 dənəsi amin turşu mübadiləsinin pozulmasından yaranan xəstəliklərdir. Ümumiyyətlə, gen xəstəlikləri nədir? Maddələr mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklərdir. Məsələn, karbohidrat mübadiləsinin pozulması. Tay-Sachs dediyimiz xəstəlik meydana çıxır. Bu zaman monosaxarid və disaxaridləri parçalayan fermentlərin genində baş verən mutasiya. Yenə gen deyirsə, dəyişən struktur karbohidrat deyil, gendir, gen. Yəni, yenə də DNT-nin quruluşunda baş verən. Ümumiyyətlə, bu maddə mübadiləsi dediyimiz bunlar gen mutasiyalardılar. Buna görə də DNT-nin quruluşunda baş verən dəyişikliklərlə əlaqəlidir. Miyelin qişası dağılır, əqli zəiflik olur, hərəkət koordinasiyası pozulur, hətta bəzən korluq falan da ola bilirdi, tam hərəkətsizlik olur və bunların da ömrü 1 ildən artıq olmur, yenə də letal mutasiya sayılırdı. Lipid mübadiləsinin yaranmasına səbəb olan xəstəliklər 2 yerə bölünür. Maddələrin mübadiləsinin pozulması nəticəsində yaranan məhsullar hüceyrənin daxilində və yaxud da qanda toplanır. Bir də lipid mübadiləsi miyelin qişasını zədələdiyinə görə sinir sistemində xəstəliklər yaradırdı. Amin turşu ən böyük qrupdur. 100-dən çox xəstəlik bu qrupa aiddir. Həmin o 400 dediyimdən 100-dən çoxu bu qrupa aiddir. Fenilketonuriya, trizonemiya vardır amin turşu mübadiləsindən. Həmçinin qidada bəzi amin turşularının çatışmazlığı, məsələn, triptofan, ciddi arıqlama, bunlara səbəb olurdu. Lizin, baş gicəllənmə, ürək bulanma, ürək yaza bilmərəm, ha. Bir də histidin var idi, histidin, bunlar da ki, hemoglobin sintezini pozurdu. Bunlar da deməli amin turşu mübadiləsinin pozulmasından yaranan xəstəliklərdir. Bunlar da qidada çatışmayan, əvəz olunmayan amin turşuları idi.
Vitamin mübadiləsi nə idi? Bu zaman homosisturiya adlanan xəstəlik meydana çıxır. Bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bunlardan biri də homosisturiya idi. Mərkəzi sinir sistemi zədələnir, damar mənşəli tromb əmələ gəlir, bir də göz billuru. Bayaqları patauda göz alması idi dedik. Vitamin mübadiləsinin pozulması homosisturiyada, bir də araxnodaktiliya. Bunlarda göz billurunun pozulmasına səbəb olurdu. Bunlar da demək ümumi götürəndə gen xəstəlikləri qrupuna aid idi. Ümumiyyətlə qrup şəklində qruplaşdırsaz, gen mutasiyalarına aid idi marfan, polidaktiliya, braxidaktiliya, yəni qısa barmaqlılıq, polidaktiliya çox barmaqlıq, polidaktil barmaqdır, araxnodaktiliya hörümçək barmaqlığı idi. Hemofiliya, sonra talasemiya, daltonizm, yəni daha çox qrupa aid idilər. Xromosom mutasiyasından lejen, bir də leykoz deyə 2 dənə formanı öyrəndik. Genom mutasiyaları da məsələn Down, Edward, Patau, bunlar autosom, trisomiya, sonra Klinefelter, cinsi trisomiya, sayla bağlı olan dəyişikliklərdir. Sonra Şerşevski, Terner, cinsi monosomiya. Başqa nə var idi? Şerşevski, Terner, bunlar da cinsi monosomiya, yəni azlığına səbəb olan genom mutasiyaları idilər.